Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin gəlini Ülkər Mirzəyeva həyat yoldaşı və körpəsi ilə birgə foto paylaşıb. O paylaşımına "Sizsiz bir anım, bir günüm olmasın" deyə şərh edib. Qeyd edək ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladına atasının adını qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bugün İsmayıllı rayonuna səfər edib. Səfər çərçivəsində o İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi binası ilə tanış olub. Həmçinin Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri ilə və rayon fəalları ilə görüşüb. Səfər çərçivəsində Leyla Əliyeva tərəfindən Uşaq Səfirlər Məclisinin nümayəndələrinə və fəallara çantalar və dəyərli hədiyyələr təqdim olunub.